və qurumlar arası düzgün disiplinli əlaqə. Yəni çox gözəl kommunikasiya da ola bilər, amma bir şirkətin içərisində çox mükəmməl şəkildə nə olmalıdır? Düzgün bir disiplinli əlaqə olmalıdır. Hər kəs bilməlidir ki, o dediyim kimi, mənim işim budur və müəyyən zaman daxilində mən verilən bu tapşırığı yerinə yetirməliyəm. Bu disiplin olmayanda o dediyimiz məsələ kimi problemlər ortaya çıxır. Mən göndərirəm də, problem deyil ki. Mənə 12-də olmasın, saat 5-də göndərirəm də. Onun üçün sıradan bir şey kimi gəlir. Amma orada disiplin olmalıdır ki, xeyr, saat 12-yə kimi orada olmalıdır o məhsul. O sifariş o müddətdə çatdırılmalıdır. Və bu davamlı olmalıdır. Disiplin olmayan şirkətlər bir yerdən sonra artıq nə olur? O xaotik bir vəziyyətə gəlir. Yəni, özünüz də görürsünüz. Disiplin olmayan qruplarımız necə olur? Seçki. Orada oxumaq istəyən tələbələr belə lazımi şəkildə dinləyə bilmirlər müəllimləri. Nə olsun, ən mükəmməl müəllimdir, amma nə edir? Orada bir disiplin qura bilmir.